Salam, belə bir Python sualına baxaq. Deməli, A 10-dur və bu məlum məsələdir ki, int tipidir, yəni tam tipdir. B isə STR tipidir. Yəni ki, sətr tipidir, çünki dırnaq arasına yazılıb. Və bizdən soruşur ki, C STR A plus B plus string tipində 11. Burada deməli C-ni tapası olsaq, STR A məlum məsələdir ki, dırnaq arasında, yəni sətr tipində 10 olasıdır. 11 yazdım. 10 olasıdır. Üstə gəlinsin. B məlum məsələdir ki, sətr tipində 12-dir və sonunda da 11-i özü burada veribdir. Onu yazıram. Sətr tipində 11. Məlum məsələdir ki, sətr tipində olan qiymətləri toplayan zaman onlar sadəcə yan-yana yazılır. Yəni 10 plus 12 plus 11 şəklində cavab 33 etmir. 10, 12, 11. Cavab bu şəkildə yazılır. Yəni bu sətr tipində. C-ni tapdıq. C budur. İndi isə deyir ki, C plus STR A. A da 10 idi. Deməli C plus STR A dedikdə isə, deməli C nədir? 1 0 1 2 1 1. Üstə gəlinsin. A da 10 idi. STR A olacaq 1 0 dırnaq arasında. O da bərabər olacaq 10. Yəni 1 0 1 2 1 1 1 0. Bu qədər. Və baxırıq cavablarda 1 0 1 2 1 1 1 0 elə C variantında qaralanıbdır. Bu qədər.